Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Demək, Biləcərin Greenville şəhərciyi deyirlər. Sokar zapravkasının arxası, yanacaq doldurmanın arxası tərəf prestijli məhəllədə, gözəl bir yerdə, villalar olan ərazidə, 7 sotun içində bağlı bağçalı, 2 mərtəbəli, daj 3 mərtəbəli bir, şəxsi inşa olunmuş bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sonra qədər izləyin ki, ev haqqında sizə məlumatlarımı verim. Evin qiymətini videonun son dəqiqələrində sizə təqdim eləyəcəm. Gördüyünüz kimi, hörmətli izləyicilər, evin yəni ətrafına gəzmək mümkündür. 2 dənə əsas darvaza oradan qoyulub, əl qapısı buradan qoyulub. Ev hündür kürsülü, 7 daş kürsülü inşa olunub. Ara mərtəbələri beton monolitdir. Evin hər tərəfinə keçmək mümkündür. 2 tərəfi yoldur. Buradan giriş darvazası maşın girən həyətidir. Bu tərəfdə yoldur, o tərəfdə yoldur. Keçən evinin içindən tanış olaq. Burada da gördüyünüz kimi gözəl bir şərait yaradıb ev sahibi. Daxil olun buradan evin içinə. Evdə ağartı işləri gedib, yüngülvari işləri qalıb. Girən kimi burada geniş dəhlizlə rastlaşırıq. Bura mətbəx hissəsidir. Mətbəxi genişdir. Ara mərtəbələri beton monolitdir. Yüngülvari işləri qalıb, hörmətli izləyicilər. Burada da bir hamamı var, belə. Burada geniş bir zaldır, qonaq otağıdır, gördüyünüz kimi. Ağartdan çıxıb burada aboylar qalıb, laminatlar qalıb. Elə bir çox şey qalmayıb, hörmətli izləyicilər. Çıxırıq buradan 2-ci mərtəbə. Mətbəx burada, sanuzeli orada, bir də zal. Keçən evin içindən tanış olaq. Qalxan kimi yuxarıda bir mərtəbə buradadır. Bir otaq burada, sanuzel içində. Burada bir geniş yataq otağıdır, haradasa 4-ün 6-ya, 5-in 5-ə, 25 kvadratlıq haradasa, belə deyil. 5-in 5-ə rahat olar. Bir yataq otağı da buradadır. Bu da 4-ün 5-ə, 20 kvadratlıqdır. Balkonlarına da çıxışı var buradan. Görürsünüz, hər otağında belə, buradan balkonla çıxışı var. Qalxırıq yuxarı. Burada mansardır, 3-cü mərtəbədə mansardır. Mansarda belə yığılıb, üstündən də indi işlər görülməlidir. Ağartdan çıxıb, laminatizadı qalıb da, bizdə işləri qalıb. Hörmətli izləyicilər, gördüyünüz kimi, evin demək sənədi sərəncamdır. Kupsiya tam rahat gedən sənəddir, rahat alınır. Bələdiyyə deyil, sərəncamdır. Başı çıxanlar bilir. 2000-ci ilin sərəncamıdır. 7 sotdadır. Yenə qeyd ediləm, Greenville şəhərciyin, Biləcərin villalar olan ərazisi var. Sakit bir məhəllədir, prestijli məhəllədir. Ev orada yerləşir. 7 sotun içində inşa olunub. Qiymət də 350 minə ev sahibi tərəfindən təyin olunub. Real alıcısı endirimi olacaq. Birbaşa sahibi ilə görüşəcəksiniz. Son söz hörmətli izləyicilər ev sahibi deyəcək. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alanı da xeyir versin, Allah satana da. Amin.